hazırlaşın. Birazdan Natamam Podcast başlayır. Ben hazırım. Dostlar, hoş gördük. Bütün kameralara baxıram. Yeni iliniz mübarək olsun. Yeni iliniz düşərli olsun. Yeni gecikir. Həmişə kimi. Gel. Ehtiyatla mikrofona değmə. Amanın günüdür. İnşallah Bu nədir? düşürmüşdür. Bir sənə Elman, çoxdandır biz podcast çəkmirik. Dedim mən bu dəyərli vaxtı səmərəli keçirdim, istifadə eləyib. 9 aydır podcast çəkmirik biz. Sonradan bilsən ki 9 ay. 9 ay. Bu boyda ancaq 9 ayda olardı. Yəni 9 ay olsaydı şu doğular. Yox, burada bizim tamam uzatmayacağım. Bizim 2027'nin, 2027 nədir? 2026'nın nur topu gibi bir 2026'mız o. Hele istedim 27 diyeyim. Bu arada herkese salam. Küçük bir Hoş eğlenceli gördük. giriş eləmək istedik. Sizi təcrübələndirmək istedik. hə, Çünkü biz özümüz də bacardıq. oradan. Mən o gözlürdüm ümumiyyətlə, məndə potensial. Ümumiyyətlə, hər kəsi bayramını təbrik edirəm. Bizə də çox gözəl oldu, çox uğurlu gəldi məncə. Çünki gördüyünüz kimi yer dəyişkənliyimiz var və bu dəyişikliyə görə Oykos İnkişaf Mərkəzinə təşəkkürümüzü bildiririk. Və dostlar, Oykos demişkən mənim deyəcəyim çox qısa bir şey var. Axtarıram, tapa bilmirəm. Demə dostlar, göstərdiyi dəstəyə görə Oykos İnkişaf Mərkəzinə təşəkkür edirik. Oykos tabii çok konsepte Antep deyirdim. Burada indi nə deyəcəm sallallahu. Doğrudan. Oykos İnkişaf Mərkəzi 2018-ci ildən etibarən inkişaf və öyrənmə və fərdi potensialın üzə çıxarılması istiqamətində fəaliyyət göstərir. Bugün Oykos Buzovna və Ağşəhər filialları ilə xidmətinizdədir. Yəni Oykos İnkişaf Mərkəzi inkişaf etmək, dəyişmək və daha irəli getmək istəyirsinizsə, hər kəs üçün doğru məkandır. Təşəkkürlər Oykos İnkişaf Mərkəzi və biz Başlayırıq 2026'nın ilk podcastına. xoş gördük hər biriniz. Xoş gördük. İl olub 2026, biz hələ də Natavanın telefonunu güdürük ki, Çünki Nathan birdən. hər addım başı bir şeylər çəkdiyi üçün, çəkilişdən çəkilişə qaçdığı üçün. Bu arada xanım təşəkkür edirəm. Gəldi, çatdı, minnətdaram. Dostlar, siz də oxumaq istəsəz, indi bilmirəm xanım bu videoya baxsa şərhdə yazsın hansı kitab mağazalarından əldə eləmək olar bunu. Söz verirəm, oxuyacağam və oxuyandan sonra növbəti podkastda kitabın haqqında fikirlərimi qısa da olsa bildirəcəm. Uğurlarım bol olsun. Uğurlar. Deməli, nə tərsən? Yaxşıyım Elman belə. Zaten deyirdilər ki 2025 ağır keçib. Yəni 2025-də də yaxşı idi. Hər il üçün elə deyirlər onsuz da. Eynən, heç bir ili bəyənmirlər. 2024-də dedilər. Yəni 2020-ci ili bir dənə yadıva sal. 2020-ni yadıva sal. Yəni pandemiya, nə bilim o vətən müharibəsi falan filan. Aynen. Yəni ondan ağır il ola bilməzdi. İndi gəlib 2026-ya ağır keçib deməyə biraz absurd. 2025-i deyiblər. Mən nə dedim? 2026-ya dedim. Ola bilər, dil sürüşməsi. Mən də zaten Stolitsin salat elə deyirik onu. mən də 2027 zat deyirəm. Elə bir ki 1 il atlamışam. Sən bir il atlamısan. Mən nəsə 2025, 2026 kimi Çünki görürəm. normalda mən heç bir ilə girmirdim. Həqiqətən Beyazın bir dənə videosu var. Vardı, Beyazın videosunu qoyarıq bir dənə. Deyir ki, sayırlar, yeni ildir. Siz yeni yıla girdinizmi? Ben girmədim çünki. Mən həqiqətən hardasa bir 2016-17-dən sonra girməmişəm heç bir ilə. Həqiqətən odaqlanmaq söhbətidir. İndi biz zarafatını görürük. Bəlkə sən qalmısan hansısa ildə? Qalmışam. Bu yaxınlarda bir dənə video gördüm. Amma girdim. Hansısa ölkə deyə bilmirəm. Belə başa düşdüm ki, Afrika qitəsindən olan bir ölkələrdən biri idi. Onlar 2018-ci ilə girdilər. Niyə? Bilmirəm. Təfərrüatına baxmadım, sadəcə bir başlığı gördüm ki, filan ölkə 2018-ci ilə girdi. Mən gedərdim də ora. Yəni, onlar hələ pandemiya görməyiblər. Görməyiblər. İran hələ 1900 neçələrdə də. Yəni
Çox saçmayıb. Çatmır Emil, mən qarışaram elə. Məsələn, sən bir şey deyim, biz o gün yeni ilə girəndən sonra səhərsi gün hələ Amerikada girməmişlər də. Yəni Amerika və bir neçə şeylərdə də, ölkələrdə. Belə maraqlı gəldi ki, mən o zaman onlar geridədilər də. Geridədilər. Əslində geridə deyillər. İndi orada bu sürəci var da, işte bu dönmə dolaşma sürəci var. Yəni məncə geridə deyillər. Məsələn, normalda bu dəqiqədə onlar onda belə çıxır ki, bizdən geridədirlər saat fərqinə görə də. Amma geridə deyillər. Düşünsənə biz 31 dekabr artıq, yəni fişənglərimiz partlayıb, biz qeyd eləmişik falan, amma onlar həmin moment gecə idisə onlar hələ səhəri yaşayıblar. Yəni biz məsəlcə 31 dekabrdaydıq, onlar 30 dekabrdaydılar. Sənə də qəribə gəlmir. Qəribədir. Təsəvvür elə 31 dekabrda çıxırsan Azərbaycandan, gəlib 30 dekabrda satırsan Amerikaya. Aynen, çox maraqlıdır. Maraqlıdır. 31 maraqlıdır ya. Belə bəzi ölkələr var ki, bizdə gecə olanda onlarda səhər falan söhbəti var və belə bir şey eləyəndə keçmişə qaydırmışsan ki, olacaqsan ya da gələcəyə gedirmişsən. Ona görə görürsüz, zaman görəcəli bir şeydir. Zaman çox görəcəli. Biz nə oldu? 2025 seriallara baxırsan ümumiyyətlə? Bahara baxırdım, bahar bitdi. Yo, elə seriallar demirəm. Onlar Hind kinosudur. Ki seriallar bu Netflix falan filan belə seriallar. Vaxtım yoxdur, amma bilirəm, yəni çox şey. Bahara baxmağa vaxtım var. Netflixin serialı 45-50 dəqiqə. Çünki bahara necə baxıram? Bahara bəzi şeylər var ki, sən prosta beynini oyalamaq üçün də. Məsələn, orada qoyuram makyajımı eləyəm falan. Ona direkt baxmalı deyiləm. Amma Netflixin bəzi seriallar var ki, ora oturmalısan, baxmalısan yəni. Yoxsa qaçırdırsan. Mən dünənləri şeyi bitirdim. Stranger Things 5-ci sezonu bitirdim. Çox ləzzət elədi. Çox kritik elədilər, çox bəyənmədilər və mən bildiyimə görə Duffer qardaşlarının bu dəqiqə Netflixdən nəsə problemi var və yanılmıramsa artıq dünən deyəsən, ya dünən idi, bilmirəm, biz bu videonu nə vaxt yayımlayacağıq. Duffer qardaşları Netflixdən ayrıldı kimi bir şey oldu. Onların da dünən mən IMDb-də onların ümumiyyətlə şeyinə baxdım, işlərinə baxdım ki, nə ediblər, nə eləməyiblər. Cəmi, yəni rejissor kimi 4 dənə işləri var. Ən bombası, ən tutanı Stranger Things oldu. Onu ilə partladılar. Ümumiyyətlə ştata onlar nə qədər gəlir gətiriblər. Oyuncaqları onların nə qədər sat. Yəni onlar bir ölkənin, bir də ştatını deyim də falan qaldırıblar, yəni büdcəsini, maliyyəsini. Ona görə də onlar haqq edirlər, yəni belə bir şey. Təsəvvür kino çəkirsən və oyundan pul qazandırsan öz yaşadığın yerə. Yəni bunun üçün yəni məncə ölkə başçısı falan belə onları təbrik eləməlidir. Çox qəşəng idi. Yəni mən yenə deyirəm, çox kritik elədilər 5-ci sezonu. Bəyənməyənlər çox idi. Niyəsə bilmirəm. Həmişə belə bir şey uzadılanda elə gedir. Bir dənə nə idi qızın adı? Molly Bobby Brown Eleven rolunu oynayan apartulla. Niyə? Oynamadı o qız. O dünən bir də şeyə baxıram. Bütün seriyanı o qız belə olub. Oca ana olub ona görə. Bu arada o bir sən neynədi? Getdi öz yoldaşlarla birlikdə uşaq edindilər. Körpə götürdülər. Körpə çox gözəl bir şeydir. Çünki hər kəs doğurur yəni. Mən də deyirəm ana olub. Mən də bayaq doğurdum. Vaxt hamilə oldu. Mən də bayaq doğurdum da görürsən. Hər kəs doğurur. Bizdən bu çıxdı. Patuşka lazım olur. Hər bir patuşka lazım. Kimə lazımdır desin. Ben doğuruyorum da sürekli. Adamla olan şey gidiyor. Nata divan. Bunu doğurmak için ne yapmış olabilir? Neyse podcastdan sürüşürük. Ne demək istirdim? Herkesin bir uşaq dünyaya gətirdiyi dövrdə olan birisini gedib sahibləmək çox güzel. Buna görə mən o aktrisanı sevdim. Maraqlı fikirdir. Yox, yəni bilsən nətərdir? Mən aktrisa kimi yaxşıdır, bacarır. Sadəcə son sezonda oynamadı. Son sezonda bu insan bütün bölümlərdə ancaq belə də, yəni mən o qızı sözü kəsirəm, çox üzr istəyirəm. Stranger Things serialı ümumiyyətlə o Eleven obrazının üzərinə qurulan bir serialdır. Başa düşürsən? Amma burada Eleven qaldı qıraqda demək olar ki. Tamam, finalda bir dənə bir bomba bir spoiler verməyim indi. Baxmayanlar olar. Bomba bir dənə trük elədi. Okey, problem yoxdur. Amma bütün o serial boyu 8 seriyanın 8-ində də yəni yəni ümumiyyətlə bütün sezonlarda belə oldu. Yox. 4-cü sezona kimi okey idi. O zaman ola bilər ki, şey veriblər də ki, yəni biraz o birisi rollarda şey olsun. Məsəl üçün daha çox şeylər Mike idi deyəsən oğlanın adı. Səhv eləmirəmsə. Obrazları tam da xatırlamıram. Deyəsən ona daha çox ekran saatı vermişdi. Saçlı olan, saçlı. Yox, saçlı olan yox. Bir gay.
Və bu arada serialda da gey olduğunu etiraf elədi. Real həyatda da gey olduğunu. Mən bilirsən, bəzən bir şeylərə baxmasan da o şeydən çox xəbərim olur. Məsəl üçün bildiyim qədər o Millie Bobby Brown şey deyil, oradakı o arkadaşları falan uşaqlıqdan bəri sevməyiblər. Yəni çox ünsiyyət göstərməyiblər. Bir dənə orada onun dostu var ki, o ilə çox yaxın olub. Elə mən Noah'a deyirdim. Bildim və hətta deyirdilər ki, bəlkə Noah'ın Billy'yə qarşı Milliyə qarşı şeyi var, bəlkə də istəyi var, prosta özünü yalandan gey kimi təqdim edir falan. Yox, yəni real həyatda da geydir, çünki bu yaxınlarda yoxlamışam, geydir. Biz inandıq bu yaxınlarda özü nə inanmış ola bilər? Ya dur, imkan vermədi cümləmi bitirim. Bu yaxınlarda LGBT hərəkatında o da iştirak edib və orada gey olduğunu Mən də iştirak edib. Etiraf edib. Etiraf edib. Axırıncı dəfə danışdığın yalan nə olub? Birdən-birə. Dünən danışmışam. Nə dedin? Sir deyilsə. Yo, əsla sir deyil. Sadəcə çəkilişdən çəkilişə atlandığıma görə bir çəkilişi ləğv eləmək üçün kiçik bir xırda pembiş yalan söyləmiş ola bilirim. Budur yəni. Mənim ümumiyyətlə yalanlarımın hamısı pembiş olur. Çünki yalanı əsla sevməyən insanam, həqiqətən sevməyən insan. Məsəl üçün bir şey xoşuma gəlmirsə, direkt qırıram bax. Çünki direkt deyirəm və qarşı tərəf qırılır. Amma mən deyirəm ki, ondan sonra ki, mən sən yalan deyib hi səmimiyyətsiz göstərməkdənsə, direkt deməyim sənin üçün daha yaxşı. Çünki mən də onu görmək istəyirəm qarşında. Əsla yalan olması sevmirəm. Yo, Elman, əsla sevmirəm. Yalanı sevmirsən. Əsla, heç kəs sevmir. Amma mən o danışılan yalandan sonra əvvəlki kimi ola bilmirəm o insandan. Bu qədər. Özün nasıl deyilsən? Məndən axırıncı dəfə bir nəfər soruşdu ki, necəsən? Yalandan dedim, yaxşıyam. Bu zaten hər addım başı dediyimiz yalandı. Ən son danışdığım ən böyük yalan bu olub. Böyüdü səncə bu? Məncə böyüdü. Məncə böyüdü. Fırlatdın, söhbətdən çıxdı, ay Allah. Məncə böyüdü. Yaxşı, ondan əvvəlki yalandı. Yəni ondan başqa ən son... Deyəcək, soruşdular ki, yemək yemsən deymişəm ki, yox. Yox. Məncə o böyük yalandı. Yemək yemsən? Yox, necə sənə yalandan yaxşıyam demək. Böyük yalandı? Hə. Demək ki, nəsə var. Nəsə çatmır. O kimə görə yalandı? Əgər səni həqiqətən də önəmsəyib soruşursa, o adam deyəcək ki, sən mənə yalan deyirsən, onun üçün yalandır. Amma səni önəmsəməyib prosta soruşan üçün heç o yalan qəbul eləməyəcək. O deyəcək ki, mənim üçün onsa vacin deyil sənin cavabın. Yəni, eynən. Şeydən sual vermək istəyirəm sənə ki, ümumiyyətlə dəyişikliklər olubmu həyatında? Hansısa bir sürə, yoxsa təzəlikcə, yoxsa nə? Ümumiyyətlə, yəni 30 neçə ildə? 31-cisi sənsən, 40 neçədir sənsən, mən 30 falan. Burasını kəs, mən 30 yaşım yoxdur. Neçə yaşım var? Qadından yaş soruşmazlar. Allah ekber. Mən sənə soruşuram, nə qədər maaş qazanırsan? Mən deyərəm. Yox demə lazım. Kasıb oldum ortaya çıxacaq. Yaxşı. Bütün bu yaşadığın süreçdə, bu 50 ildə. Yetər. 50 yaşım olmasına baxmayaraq cavan görsün. Zarafatsız, yəni bax bu keçdiyin uşaqlıqdan bu günə qədər gəldiyin bu dönəmdə neçə dəfə dəyişiklik olub səndə? Neçə dəfə dəyişiklik eləmisən? Ümumiyyətlə mən biraz asosial birisi olmuşam. Məktəb vaxtı da belə idim. Mənim yaşıdlarım falan çox nə bilim əylənmələr. Asosial deyəndə introvertsən. Yəni içə dönük. Çox şey deyilsən. Əsl olmamışam. Bütün günü xosta qulaqsan, qulağımla aşırı arxa partala, azı xostlarsa. Həqiqətən o ideologiyadan böyümüşəm. İdeologiyadan da kənar ümumiyyətlə, yəni beyinsel olaraq da belə xoşuma gəldi. Biraz qaranlıq tərəf xoşuma gəlib. İçə dönmək çox xoşuma gələn bir şeydir. Amma həyatımın bir sürəsindən sonra daha bir sosiallaşmaya başladım. Ətrafıma kruqlar deyirlər, yığmağa başladım, dostlar falan, tanışlar zat. Amma daha sonra isə yenə də gördüm ki, özümdən uzaqlaşıram, gördüm ki, özümü yatırım eləmirəm, vaxtım ancaq əyləncəyə, tozmaya, əyləməyə falan gedir. Dedim ki, artıq Nataman yetər, biraz özümə dön falan dərkən son anda gəldiyim nöqtə odur ki,
heç kəsi istəmirəm, heç bir səsi qaldıra bilmirəm. İndi çox adam bunu şeylə də əlaqələndirmiş ola bilər, yaş ötdükcə falan belə olursansa. Məncə o deyil də, məncə özünlə o qədər date eləyirsən ki, özünlə o qədər gözəl vaxt falan keçirdirsən ki, təbii ki, mənim də elə vaxtım olur ki, tək çıxmaq istəmirəm, ya tək dolaşmaq istəmirəm, padurqama zəng vuram, ya nəsə tanışımıza da harasa gedərik. Amma genəlliklə xoşuma gəlir artıq özümlə vaxt keçirdim. Serialıma baxam, bir şeylər işləyim, qrafik falan düzəldim, işlərimi görüm, işlədim. Çünki iş çox vaxtımızı alır. Xidmət sektorunda işləyənlər mənə başa düşərlər də, insanlarla çox dialoqdasansa həqiqətən. Məsəl üçün, əgər sən bütün günü internet evdəsən və kompüter üzərində işləyirsənsə, az danışırsansa, ancaq beynin işləyirsə, o adamlar daha çox danışmağı sevirlər və ancaq danışırlar və istəyirlər ki, ətrafında kimlərsə olsun ki, onunla danışsınlar. Amma mən işdə o qədər danışıram ki, düzdür biz qeybət ki, söhbət zad eləmirik, işə yönəlik, amma o qədər danışıram ki və müəllimlərdə ümumiyyətlə olur da bu farenqitlik, farenqit xəstəliyi, müəllim xəstəliyidir həqiqətən, bunu bir həkim demişdi. Ona görə də mən o iş bitəndən sonra deyirəm, vəsiyo, sakitçilik. Beynim içində sustururam və dönürəm. Ona görə bayaq dedim də o serialları zadı sadəcə elə belə qoyuram ki, orada geçsin, mən yenə də nəsə qrafik yazırım, nəsə. Bir də deyim ki, orada baxıram da, yəni prosta beynim. Bir də podkastları çox dinləyirəm mən. O əladır. Çox dinləyirəm. Podkast tərzi də olmur, özdə onların çoxsu verilişi olur. Məsələn, oturub baxa da bilərsən, amma mən onu podkast rejiminə qoyuram. Sözün yaxşı mənasında bizim podkast maariflənməyimizə çox ehtiyac var bizim. Çünki biz yeniyik, bizim hədəfimiz var. Bütün podkast kanallarını keçib yuxarı çıxmaq kimi bir hədəfimiz var. İndi 1 ilə çatacağıq, 5 ilə çatacağıq, buna bilmirik. Amma yenə də bu hədəfimiz var. Bəli, mən şəxsən istəyirəm ki, Türkiyədəki podkast kanalları kimi olsun. Yəni, bura məşhurlar zadı çağırıb, onların həyatını zadını danışmaq deyil niyyətimiz. Daha çox bir şeylər öyrənmək. Çünki mən özüm də podkastı qoyanda sadəcə o orada şey olsun, mən də elə deyil. Onun üçün serial açıram. Amma bir şey istəyirəmsə ki, məsəl üçün, bayaq hazırlananda, İlman, 1 saat ərzində makyajımı edim, saçımı falan vurdum. Dedim ki, bu saat ərzində beynimə də bir şeylər girsin. Ona görə də açdım, o da podkast dinlə bağlı bir şeylər idi. Amma İslam dinini qəşəng, yəni baxmadığın baxış açısı ilə spiritualizmlə birləşdirib danışırdı. O qədər şey aydınlandım ki, yəni bu çox gözəl bir şey. Mən istəyirəm ki, bizə də qulaq asanda hardasa bir lampiçka falan yansın. Biz durub burada elmi şeylərdən zətdə, elə şeylər də sıxıcı gəlir adama. Dünənləri axşam saatlarında mən prosta maraqlı gəldi mənə. Dedim, podkastın tarixini maraqlanım, görüm podkast nədir ümumiyyətlə. Ümumiyyətlə podkast vizual olaraq nəzərdə tutulmayan bir şey olub zamanında. Yəni yaradılışı radionun bir imitasiyası da belə deyək, radionun bir kopyası kimi deyək. Və podkastda önəmli olan səsdir. Podkastda önəmli olan o, məsələn, bizim bu günə qədər hazırlaşdıqlarımız sən demə səhv imiş. Biz düzgün eləmirmişik. Suallar hazırlayırıq falan filan. Aynen, o verilişə girir biraz. Podkast elə olmalıdır ki, sən nətər oturub söhbət eləməlisən, qutardı getdi, vəssalam. Elmi cümlələr yox, belə öz aramızda. Bəzən suallar olur, çünki məsəl üçün gələn qonaq səndə bir sual yarana bilər. Podkast sözünün də mənası iPod, yəni Apple-ın yaratdığı iPod, çünki onlarda olub ilk dəfə. iPod və broadcast sözünün birləşməsidir. Podcast. Broadcast nədir? iPodun podu, broadcasting cast. Yəni, Natavanın natası, elmanın manı. Yəni gibi. Yəni ümumilikdə nə deməkdir? Podcast station sadəcə broadcast şeyinin bir yəni normalda şey demək. Yəni broadcast sözü orada əsas götürülür. Əsas söz broadcast gedir. Radio demişkən də o asan radioların bəzən olur deyə açıq şüşəli yerdə çəkirlər və qıraqdan. Hal-hazırda o qədər o vibe alıram ki, sən danışırsan və ətrafda insanlar keçir və biz Ağşəhərdəyik, burada çox gözəldir və o havadayam da təsəvvür biz çəkirik və qıraqdan adamlar izləyirlər. Bəlkə kiməsə maraqlı gələr, axtararlar, görürlər, eləyirdilər orada. O qədər gözəl ki, çox sevirəm belə şeyləri. Doğrudan dəyişiklikdən danışırdın. Sən demədin heç nə vaxt dəyişmisən, necə dəyişmisən? Mən dəyişməyim əslində elə də keçmişə dayanmır. Çox yaxın bir keçmişdə mən dəyişilmişəm. Və
maraqlısı odur ki, dəyişilməmişdən qabaqki elmandan, dəyişiləndən sonraki elmanın müqayisəsini eləyirəm arada. Çox müsbət şeylər var, çox şeylər dəyişib. Yəni yaxşı ki də dəyişmişəm. Yəni bilirsən, indi belə biraz mənim onu tək öz adıma yazmağım ki, mən özümü dəyişmişəm, bu düzgün olmaz. Dəyişməyimə kömək eləyən insan olub. Və yaxşı ki də olub, yaxşı ki də o dəyişikliklər baş verib. Yenə deyirəm, müqayisəni eləyəndə köhnə elmanla yeni elmanın arasındakı o müqayisəyə baxanda çox şeyləri başa düşürəm. Çünki zamanında bilirsən nətərdir? O dönəmlərdə, yəni dəyişilməmişdən öncəki dönəmlərdə sənin düşüncən belə straight, düz olub da, yəni tutaq ki, yol gedirsən, o atların gözünə bağlayarlar, belə bir şey ki, sağı solu görməsin. Yəni o tip bir şey idi də, sən sadəcə bax bu formada gedirdin və bir nəfər gəldi, onları səndən götürdü ki, bax gör ətrafda nələr baş verir deyə. O ümumiyyətlə eynəyi də çıxardanda çətinliklə də qarşılaşırsan. Çox başın dəyir, görməmişsən, bəli. Amma bunlar da sənə öyrətmək üçün. Öyrətmək üçündür, bəli. Çox belə son zamanlar çox müdrikləşmişəm deyim, yoxsa belə özümü daha çox mütaliəyə vermişəm. Çünki mütaliə mənə çox şey öyrədib. Mütaliədən mən çox şey öyrənmişəm. Və mənim bu dəqiqə mövcud işimdə də mənə mütaliə çox kömək eləyir. Onu ilə paralel bütün o dəyişiklikləri və zamanında elədiyim o səhvləri, yəni səhv deməzdim ona, o tutub getdiyin o düz yolu, indiki enişli, yoxuşlu, sağlı, sollu yollarla müqayisə eləyəndə indiki daha rəngarəng gəlir mənə, nəinki keçmişdə olan o düz yol. Düz yol sadəcə maraqsız idi, dümdüz yol idi, yəni yolu görüb gedirdin. Düz yol sənə bir şey öyrətmir. Heç nə öyrətməyəcəksən. Olsa bilirsən orada gəzməyi, bilirsən. Eynən. Önəmli olan enişli, yoxuşlu yolda necə gəzəcəyin. Eynən. Onları da indi insandan insana dəyişir. Kimisi olur ya, bəzi zombi filmlərində falan, kiminsə immun sistemi güclü olur, nə bilim onun o qanından götürüb dərman düzəldirlər falan filan. Yəni hamı belə olmur da, deməyim odur ki, yəni hamının immun sistemi güclü olmur, hamı eyni cür səbr eləmir, eyni cür tab gətirmir hansısa bir eyni hadisəyə. Bu fərqli ola bilir hamıda. Mənə güc lazım idi o dönəmlərdə və mən o gücü tapdım. Yaxşı ki də tapdım. Və yaxşı olub. Yəni dəyişməyim çox yaxşı olub əslində. İndiki elmanın həyatını daha çox bəyənirəm. Daha yaxşıdır. Nədir? Premium sürüm yükləri. Mənim tortumun üstündə yazılır. Sən də premiumsan da oje. Ümumiyyətlə 2026 deyirlər ki, hər kəsin o deyirsən, düz yoldan çıxdım və indi artıq bunun bəhrəsini yəni götürürsən də artıq o şeyin elə bir deyirlər il olacaq zaten. Nə qədər ki süründük, elədiyi bir şeylər. Ola görək də 2026 mənim üçün də çox yaxşı şeylər vəd eləyir. İnşallah. İnşallah. Nəyə soruşacaqdım səndən? Var mı bax belə bir şeylər məsəl üçün? Əvvəllər səni həyəcanlandırırdı, indi həyəcanlandırmır. Ay, tam belə iç səsim oldu nə hal-hazırda. Çox saçma bir nümunə gətirəcəm. Mən həmişə Natavanın iç səsi oluram hər bölümdə. Dünən tutqu yeyirdi. Adi tutqu pişirisi deyəcək Natan buydu yəni. Amma həqiqətən Elman, belə yedim. Dedim yox, tutqunu çox sevirəm də normalda. Ondan əvvəlki gündə o bayramda məsəl üçün belə yedik elədik, salatlardı falandı. Yenə yemək, hər kəs mənim acı göz oldum. Mən onu deyəcəydim. Mən onu deyəcəydim. Bayramdan almırsan, deyirsən ki, mən əvvəllər bunlara həyecanlanırdım da, ya da ki, nə bilim, sevdiyim mahnı ilə rəqs eləmə falan. O 10 dənə şeyə həyecanlanırdımsa, hal-hazırda sadəcə bir dənəsini, 2 dənəsini o da zorla özümü məcbur eləyirəm. Məncə çox adam da eləncə dəyişir. Mən sənə deyim də, deməli, mənim uşaqlıqdan bəri çox sevdiyim bir salat var.
şuba salatı. Şuba, Səhv eləmirəmsə, adı elə gedir də, düzdür, şuba salatı, balıqla eləyirlər də onu. Və mən son hardasa bir 10 ildir o salatı şprotla hazırlanmış formada yeyirdim və bəhbəhlə yeyirdim, çox ləzzət eləyirdi. Bu günlərdə bayram bazarlığı eləyəndə mama qayıtdı ki, bəs əslində o şprotla olmur da, o əslində silyotka ilə olur. Silyotka balıqla olur. Dedim o nətər? Bu şeydən danışıram. Köhnənin o həyəcanı var ha. Akazıysa mənim dilimdə, damağımda o dad yaddaşda elə qalıb. Silyotka ilə qalıb. Amma mən niyəsə bəhbəhlə şprotla yeyirdim onu. Şprotla xoşlamışdım o balığı. Əslində olay balıqda da deyil. Olay balıqdadır. Balıqdadır. Olay balıqdadır. İndi mən onu silyotka ilə yedim, qayıtdım uşaqlığıma. Ya həqiqətən. Hə, yəni o şeyi ala bildim, o həyəcanı ala bildim. Sən yenə də yaxşı qurtarmırsan. Amma mən tutqun içində qaldım. amma şeylə məsəl üçün şprotla yediyim vaxtlarda həyəcanlanmırdım. Ya demək bunu demək istəyirəm. Burada amma indi səndə konkret bir dəyişiklik olub deyə sənin də kafan, yəni o şey. Mən sadəcə belə deyim də sənə bax, məsəl üçün həyəcanı niyə almırdım? Görsən adi bir dənə nəyə görə? Şprota görə. Məsələn şprot deyil, əslində o silyotka ilə. İndi sən nə demək istəyirsən məsəl üçün bizim ala bilmədiyimiz çox şeylərin dadlarıyla bəzi şeylərin. Bu yeməklərə mi ancaq şamil olunur, yoxsa biz genəlliklə mi? Yox, genəlliklə. Bəs genəlliklə dəyişilən şeylərin içinə nə qatılıb? Məsəl üçün dostunla vaxt keçirdisən. Əvvəl sənə çox həyəcanlı gəldi, o zaman dostunun xarakteri mi dəyişilib? Ola bilər. Ola bilər. Çünki bizim həmişə səninlə dediyimiz bir şey var ki, bir insanın ümumiyyətlə fikri 6 aydan, 1 ildən sonra eyni qalmır. Dəyişir. Sənin dostun keçən il səninlə yaxşı ola bilər, bu il səninlə başqa xarakterdə davrana bilər. Bu normaldır. Ola bilərmi? Sən dəyişmiş ola bilərsən. Sən də dəyişmiş ola bilərsən. Hətta ola bilər ki, dostunla sən eyni vaxtda dəyişmiş ola bilərsən. Zamanında sizinki tutub indi tutmaya bilər. Bunlar normal şeylərdir. O zaman biz nə deyək ki, həyəcanımızı kaybetdik deməyək o zaman. Yox. Yeni həyəcanlar mı yaratdıq deyək? Yox. Yeni həyəcanlar yarada bilmirik. Axtara bilmirik. Tapa bilmirik. İlişib qalmışıq orada. Bizim Azərbaycanın böyük əksəriyyətinin axtarışla bağlı problemi var. Keşf sevmirlər. Tələsməklə bağlı problemi var. Aynen. Bayaq zapravkadayım, benzin doldururam. Arxamda bir dənə maşın dayanıb. Deməli, gözləyirəm, pulun qalığını gözləyirəm də. Bu mənim problemim deyil ki, düzdür. Ən birinci kolonda dayanmışam da mən. Kolonkada dayanmışam, orada dayanmışam. Məndən də arxada bir nəfər var. Burada da bir balaca belə bir yer var. Adam öldürdü özünü. Dala qabağa çıxdı getdi və çıxanda mənə sifət elədi. Mənə belə tərs-tərs baxdı. Mən də əlimi çıxartdım, nəyə baxsa, sürdü çıxdı getdi. Yəni bu mənim bizə bunlardır, bax budur. Bizim problemlərimiz bax budur. Tələsirik, tez olsun istəyirik. Bizdə də elədir. Tez olsun istəyirik, tez səbr eləyə bilmirik. Bu şey bilmirəm bizə. Amma indi bir şey deyəcəm. Bilirsən, səbirli olmaq yaxşı bir şeydir. Bəzi anlarda o şey tələskəni göstərmək yaxşı ani qərar vermək yaxşı bir şeydir, bəli. Hə, amma indi məsəl üçün bayaq dediyin şeydə mən bu günlərdə yaxınlarımdan biri ilə yaşadım. Deyirəm ki, yəni bu fikrimi dəyiş də. Deyir ki, yox, mən belə görmüşəm, belə. Deyirəm ki, amma bu deyil də, yəni dəyişmə açıq olmaq lazımdır. Bəli. Bir də bunu yoxla, yəni. Bax, illərdir artıq, illərdir ömrümün yarısını tamamlamısan nərdeysə. İllərdir bu şəkildə gedirsən. Bir bunu yoxlasan nə kaybedərsin ya? Mənim gönlüm qalsın deyə də yox. Bir elə, bəlkə bu yolda daha yaxşı gedəcəksən. Ona görə də həqiqətən insanlar genəlliklə də köhnə pokoleniyanın insanlarına bir söz çatdıra bilmir. Yo. Dirəşirlər ki, biz belə görmüş. Tamam da yəni. Bəs o zaman mən nəyə görə dəyişib bir şey eləyirəm və çox gözəl alınır. Biraz bəlkə mənə də güvənəsən. Keçmişinizə çox güvənirsiniz. Amma biz də gələcəyin uşaqlarıyıq da. Biz də gələcəyin, belə deyim də, siz anası atasıydınızsa, biz də gələcəyin necə deyim, yol göstərənləriyik də bir nevi.
biz də kiməsə onda mən necə böyüdəcəm əgər mən bu yeniliyi özümdə tuta bilmişəm də, bunu mən həyatımda icra eləmişəm. Məsəl üçün də prosta atıram. Yəni mən Ramaşkanda çoban yastığı çayı tutaq ki indi. Ya Ramaşka de rahat ol. Ramaşka, Podcast hə. bu TV'də deyilik. Yəni Ramaşka altdan tərcümə edir çoban yastığı çayı. Eləyəcəm bunu. Ha burada bir dəqiqə çoban yastığı yazın. Ramaşkanı məsəl üçün içmək bilirəm ki, nəyəsə xeyir eləyir, düzdür? Ha bu tərəfdən biri çıxır deyir ki, yox, o onun xeyir elədiyi biz belə görməmişik əslində. Sən bir dənə bunu da iç də. Bəlkə bu axı mən bunda təsiri görürəm. Yəni uzatmayım, sadəcə sözümün şeyi odur ki, biraz özünüzə də şans verin yeniliyə. Cəsarət eləyə bilmirlər. Qorxurlar ki, nəsə itirərlər. Qorxurlar ki, öz nəsillərindən gələn nəyisə. Amma o qədər gözəl bir şeydir ki, bir kodu sındıracaqsan sən orada. Bu yaxşı bir şeydir. O qədər bəlkə nəsildən gələn karma gedir və sənin uşağın deyir ki, bunu gəl başqa cür eləyək və orada keçən kodu qıracaqsan və nəsə düzələcək. Çünki özünü görsən ki, həyatında nələrsə düzgün getmir. Bəlkə bunu dəyişməklə düzələcək. Prosta mənim maraqlı. Dama göl olur. Məsəl üçün bu o fikirlə razıyam da ki, bəzi bu düşüncədə olan insanlar var ki, arvad evdə oturmalıdır, işləməməlidir. Kişi gedib işləməlidir. Yəni o qadınlar bunu öz yoldaşlarından belə görüblər və belə doğru hesab ediblər də. İndi mən öz şəxsi fikrimi deyirəm. Mənim üçün o fikir yanlış fikirdir ki, qadın işləməməlidir, evdə oturmalıdır. Yəni mənim üçün qadın bəyəndiyi bir iş varsa gedib orada işləməlidir, işləyə bilər. Burada absurd bir şey yoxdur. Artıq 2026-cı ildir. Gəlin bunu qəbul eləyək də. Yəni normal bir şeydir. Dəfələrlə mənim çəkdiyim bir misal var. Həmişə də yerinə oturur. Deyir, belə bir hekayə var. Bir nəfərin yoldaşı doğurmuş. Gəlib roddoma və qadın həkim tapmayıb doğuşa. Kişi həkimdə ancaq. O aləmi qatıb bir-birinə həkim, qadın həkim yoxdur. Başa qadın o nə idi? Su zatı tökür. Ha, qadın həkim yoxdur. Başa düşdün? Yəni qızını oxumağa qoymayan, qızını təhsil almağa qoymayan, qızını məktəbə getməyə qoymayan ataların ucbatından həmən kişi qadın həkim tapmayıb. Yəni bundan çıxmaq lazımdır. Yəni bunu biz artıq geridə qoymalıyıq. Yəni biz artıq bunları müzakirə eləməməliyik, amma eləyirik. Tək biz eləmirik, bunu müzakirə eləyənlər çoxdur. Dəyişmək lazımdır. Ümumiyyətlə bayaq arvad dedin, bir kişi ki qadınına arvad deyirsə, o orada bitibdə olay elman. Yəni arvad deyilən bir şey ümumiyyətlə təhqir olunmuş bir söz kimi qəbul edirəm və arvad sözünün kim götürürsə bunun cinsiyyəti də olmur. Kişinin də eləsi var ki, arvadlıq eləyir. Arvad yəni aşağı səviyyə bir sözdür. Bu qadınlara qadındır, xanımdır. Həyat yoldaşı. Mənim çox xoşum gəlir o sözlər. Yox, mənasında demirəm. Yəni bildim. Müraciət olaraq. Genel olaraq məsələn deyirlər çöldə bir də arvad gördüm. Arvad sözü qəşəng deyil. Deyil yəni. Qadın gördüm, xanım gördüm. Bu birinci məsələ. İkinci məsələdə də eynən yəni artıq sən demişkən neçənci ildir, amma hələ də geridə qalmış ölkələr siyasətindəyik ki, yəqin ki biz də. Biz yenə də bəzi ölkələrə baxanda yaxşıyıq məncə. Amma yenə də həqiqətən bəzi ölkələr var ki, bəzi rayonlarda da var ki, oxutdurmurlar. Məsələn, Türkiyədə bunlar daha çoxdur. Ona görə deyirəm də. Bax, Türkiyə normalda bizə görə gelişmiş bir ölkədir. Amma Türkiyədə bu söhbətlər çoxdur. Ora biraz oran sistemi həqiqətən giriləcək kimi deyil. Amma bu söhbətlərdə yəni dəyişmək təbii ki, qadın da bir də məncə işləməyi, ümumiyyətlə qadın özünə görə işləməlidir. Əgər o övladlarına baxmırsa ya da ailə dolandırmırsa, ailə dolandırmaq dediyimdə anası, atası mənasına ailə. Əgər qadın evlidirsə, yoldaşı varsa, yoldaşı evə pul gətirməlidir. Ər çörəyi bayaq nəsə belə bir şey dedin. Ər çörəyi diyetdə deyilsinizsə yeyin dərmişim. Belə deyim də,
hər qadının öz bacarığı, öz istedadı, öz qazanc yeri olmalıdır. Amma qadın evə pul gətirməli deyil. Qadın öz keyfi üçün, öz kosmetika üçün, su üçün istəyirsə, istəyirsə, amma bağlanım ki, mən evlənim, ərim mənə otursun, baxsın zat, elə bir söhbət yoxdur. Mən ətrafımdakı xanımlara da, tanışlarıma da deyirəm, inkişafdan geri qalır. Plus da ki, öz sosiallaşmağın üçün, özünü inkişaf elətdirmək üçün. Yəni bəstirin, kimlər evdə oturubsa, yəni boş-boş oturursunuz, bütün gün seriala falan baxırsınız, qarın böyəldirsiniz. Ən azından idman edin. İdmansa necə özümə klient tapıram da mən də. Ən azından ben şeylə də məsələn özü proqramlaşdır. Rejim eləməsən. Ay Elman, mən nə qədər adamlar görmüşəm, görürəm də. Girin özünüz də baxın da, homedan, evdən iş nə qədər var. Heç nə bacarmırlar, açırlar video YouTube'dan şeyləyirlər, pul qazanırlar. Baxırsan bütün gün evdədir həqiqətən. Uşağına baxır ya da yeməyini zadını pişir, bütün gün evdədir amma çəkilişlər ancaq ya Instagram üçün post ya bunu da mı eləyə bilmirsiniz? Yəni. Deyəcəksən ki, üzüm görsənməyən kanallar da var. Deyəcəksən ki, vəxşi bədə o da var. Hər şey, yemək kanalları var. Bax sən əgər bunu şeyə aid edirsənsə, o bayaq dediyimiz o xanımlara şamil edirsənsə, onlar dəyişməyəcəklər. Onlar dəyişməyəcəklərsə bilsinlər ki, övladları da gün gələcək o şəkildə davam eləyəcək. Övladları çox vaxt elə insanların övladları artıq başa düşürlər ki, valideynləri doğru yolda deyil. Daha doğrusu doğru yolda olmayıb. Amma o valideyni dəyişmək olmayacaq. Çox təəssüf. Zaten valideynlərinizi dəyişməyinə uğraşmayın. Sadəcə özünüzdə o dəyişkənliyi göstərin ki, onların çünki davamsızdır sizdə. Biz necə deyirik, kitab oxumağı öyrətmə uşağa, yanında kitab oxu, oradan görüb oxumağa başlayır. Siz də artıq valideynlərinizə həqiqətən onlar çünki köhnə pokoleniya, onlar başqa bir, amma geridə qalmış kimi də baxmayaq onlara. Sadəcə bu şəkildə sistemlənib onların beyinləri. Onlar da öz atalarından başqa şey görmüşlər, amma başqa cürə özlərini geliştirdilər. Ona görə də siz özünüzü inkişaf elətdirməyə baxın. Onların yolu ilə əsla getməyin. Deyin ki, anam da atam da hörmət eləyirəm. Amma sən öz yolundan getmişdin. Mənim yoluma da mane olma, dəstəkçim ol. Tamam, kömək lazım deyil. Sadəcə mənəvi olaraq dəstək ol. Deyirə gölgə etmə, başqa ihsan istəməz. Bu yolla mən gedəndə sən mənim uğurumu görüb deyəcəksən ki, wow, yəni bu demək ki, belə bir şey də varmış. Bayaq dedim, dirəşdim ki, yəni bir şeylər başa salım, amma olmur. İşte dirəşməmək də lazımdır. Sən elə o şeyi göstər, o deyəcək ki, demək ki, B variantı da eləmək olurmuş. Yəni bu çağırışımızın məqsədi inkişafdır sadəcə. Başqa bir şey deyil. Yəni demirik ki, sabahdan evdə divanları yandırın, nə bilim. Eynən. Və Oikos İnkişaf Mərkəzinə bir daha təşəkkür edirəm. Hər an mövzunu bağlaya bilirəm də. Deyirsən ki, dəyişiklik olub da, məsəl üçün həyatında da hansısa bir dəyişiklik. Öyrənmək istəyirsən. Baş verib deyən də, bir şey soruşmaq istəyirəm. Bilirəm bir şey soruşmaq istəyirəm. İnsanların fikri sənin üçün dəyişməzdən əvvəl önəmli idi, sonra önəmli olmadı, yoxsa insanların fikri sənə heç vaxt önəmli olmayıb? Həyatında. Ta uşaq vaxtından başlayım. Bilmirəm, hardan istəyirsən. 1941-ci il. Bu arada etiraf elədi yaşını. Bax, 41-ci ildən. Ölmüşəm o zaman məncə. Xəbərim yoxdur. İnsanların fikri yox. Heç vaxt mənim üçün önəmli olmayıb. Məsələn, bir şey ola bilərdi. Məsələn, bu gün pomada sürtmüşəm və özümə çox gözəl gəlirəm, düzdür. Kənardan soruşam ki, qəşəngəm, yəni bu mənə yaraşır. Desək ki, sadəcə bir şey deyə bilər. Məsələn, Nathan, bunun burası əyri olub ya da bu rəngdən istifadə eləsən daha qəşəng olardı. O sənin üçün önəmlidir o? Yox. O gün prosto onu beynimə bir atarım. Amma bu da pisdir mənasına yox. Məsələn, bəzi insanlar var ki, nə? Bu gün olmayıb, onu da çıxardım da, onu da şeyli. Məndə o yoxdur. Özümə xoş gəlmişəm. Çünki bilsən, insanların fikri kimin üçün önəmli olur? Öz beyni boşdursa, özünün heç bir fikri yoxsa, amma bu aşağılıq anlamında başa düşməzlər. Təhqir mənasında demirəm. Məsələn, elə ola bilər ki, həqiqətən, məsəl üçün, mən bu kompüterlə bağlı falan fikrim yoxdur, həqiqətən Elman, məsəl üçün. Çox şey, proqramlar zatlar bilmirəm də. Və mən Elmana deyəndə ki, Elman, bu səncə bu cür olsa necə olar? Mən az ondan məsləhət alıram. Onun fikri həmin moment mənim üçün həqiqətən vacibdir.
İndi mən durub genel olaraq desəm ki, insanların fikri mənim üçün heç önəmli deyil. Dedim də, yəni ana görə dəyişir. Hansı mövzudan mövzuya görə dəyişir. Bəzi şeylərdə həqiqətən ciddi, çox vacib olan şeylərdə ki, hansında ki, mənim beynimdə o şeylə bağlı bir fikir yoxdur. Hə, önəmlidir. Amma mən bilirəm ki, bu pomada mənə bugün yaraşıb. Heç yaraşmayıbsa da belə ya. Make-up ustası bilir ki, bu qırmızı sənin dəri tonumu falan getmir. Bəlkə də qırmızıya görə mən daha çox ağ görsənirəm bugün. Həqiqət ola bilər. Umurumda belə deyil. Çünki o gün mən çox bəyənmişəm falan. Amma işlə bağlı ya da həqiqətən də mənim öyrənməm gərək. Yəni bilirəm də bu mövzudakı çox cahiləm və bu mənim nəyimsə. Belə bir fikir sənin üçün nə qədər maraqlıdır məsəl üçün? Yaş olub filan şey, evdə qalmısan, evlən də. Ay, bu fikir yəni önəmli olmalıdır. Məncə önəmli olmamalıdır. Məncə heç kəs üçün önəmli olmamalıdır. Mənim üçün zaten önəmli deyil. Biz deyəsən o evliliklə bağlı danışan vaxtlarda bu tür şeylər demişdik. Yox, çünki mən ümumiyyətlə cəmiyyətin fikrinə axı çox da şeyləmirəm, hərrəmirəm. Yox, niyə elə bir fikir formalaşıb ki, müəyyən yaşdan sonra qadın evdə qalmış sayılır? Yəni bəlkə adam elə özünü tapmayıb, bəlkə adam elə axtarışdadır. Adam nə bilim 40-ında, 50-sində tapacaq özünü və 50-sində qərar verəcək ki, mən ailə qurmaq istəyirəm. Mütləq mi 20 yaşında, 25 yaşında ailə qurub, 27 yaşında uşaq doğmalıdır? Yenə valideynlər ya da ailədəki böyüklər öz düşünürlər. Çünki o vaxt düşünürlər, biraz şey cümlə oldu. Öz tarixləri ilə, vaxtları ilə düşünürlər ki, məsələn, o vaxt 16 yaşında artıq evlənməyə başlayırdım. Mən sənin yaşında olanda o nəvəm belə olmuşdu falan yoluna çıxaraq deyir ki, bu da. Amma sən axı o vaxtlar avaraydın da, yəni fakt odur ki, avaraydınız, internet belə yox idi. İşimiz gücümüz yox idi. İşimiz gücümüz yox idi. İndi o qədər və o vaxt zaman o qədər uzun gedirdi ki insanlar üçün. Yəni sən bunu şey üçün deyirsən ki, o dönəmlərdə insanların məlumat toplamaq kimi bir imkanı yox idi, amma indi var. Yox, o vaxt da kitablar falan var idi. Məsələn, siz nə qədər tualetə gedirsiniz ay bala? O vaxt burada bugün kimsə var bizim xəbərimiz. O vaxtda yəni kitab oxuyanlar falan da var idi. Niyə kitablar var idi, araşdırmalar, hər şey var idi. Prosta avaraçılıq nə mənada avaraçılıq? Yəni insanların ilgi alanını dolduracaq çox şeylər yoxdur. Məsələn, indi boş vaxt belə tapsan, gedirsən hansısa kafedə oturub söhbət eləyirsən dostunla. Amma o vaxt zaten kişilər üçün də bu çayxana falan çox az idi. Hələ qadınlar vaxt tapanda ya yemək bişirirdilər, ya da uşaq dünyaya gətirirdilər. Yəni məncə bu insanlar, bu fikirdə olan insanlar o dönəmlərdə də olub, prosta az olub. Necə? Ki, yəni 16 yaşında mən niyə ailə qurub 18 yaşımda uşaq doğmalıyam ki? Bax, mənim karyeram var, işim var, tədrisim, nə bilim, təhsilim var, o var, bu var. Bunu düşünənlər olub, prosta az olub. Düşünə bilərdinmi o dönəmlərdə belə? Vurardı əlinin tərsi ilə sillən ağzının üstündə. Qələt eləyərdim. Məncə mən o vaxtı da elə... Məncə mən Jane Austen falan var ya, onlar yazarlar, qadın yazarlar. O qədər sevirəm ki, o dönəmdə də bax, qadınları hələ İngiltərədə falan belə, o dövrlərdə belə qadınlar kitab buraxırdılar kişi adı ilə. Bilirdin bunu? Qadınlar kitab buraxırdılar kişi adı ilə. Bir dənə yazardı qadın. Bilmirdim. Bu amma şeydir, belgesel tadında deyil, kinodur bayağı. Romandır da, romandan götürüb. Amma ki, həqiqətən də yazarın həyatındandır. Altda yəni yazırlar da ki, prosta uyarlanmışdır bundan. Qadındır, yazarlıq eləyir, çox gözəl, məşhur kitabları, ətrafına baxır ki, onun kitablarından danışırlar, eləyirlər, ailəsi falan belə, amma kişi adı ilə. Çünki o vaxt, o əsrlərdə... Bilinmir hansıdır, kimdir? Deyərəm və sənə kinoya biraz çox olub baxmışam. Sonra olsa da denən, mən o bir yerləşdirərəm. Maraqlı məlumat oldu, mən bunu bilmirdim. Evet, çünki o vaxt hələ İngiltərə belə olsan, yenə də qadınların söz haqqı, ya qadınlar bir şeydə fikir bildirəndə belə onları cadı bilib yakan bir şeydən danışırıq və bu heç bir ölkəyə zada... Gör, o ölkələr nə qədər gelişiblər ki, biz hələ biz o gelişirik hələ gelişməyənlər var. Demək ki, o vaxt onlar da belə, İngiltərə belə Türkiyə kimi baxırmış qadınlara, başa düşdün? Prosta yenə də deyirəm, bayaq danışdığımız yeni il söhbətində yeni ilə onlar gec girə bilərlər. Amma inkişaf baxımından onlar irəlilədilər, çim biz. Elədir, məsələn, kitabdan danışdın, o dəyişiklikdə, mənim məsəl üçün dəyişikliyimdə
ilhamlandığım deyəcəm də. Çox da elə təsiri olmayıb, amma çox ilhamlanmışam, çox fikir almışam oradan. Gülsərəm Budayıcıoğlu var, belki tanıyırsan. Yəni məşhur serialların yaranmasına səbəb olan şəxsdir. Düzdür, onun haqqında çox kız, deyirlər ki, pasiyentlərini paylaşır, eləyir deyirlər. Yox, əslində heç birini düzgün paylaşmayıb. Heç kitabda da onların adını doğru yazmayıb. Məsələn, ən son populyar filmi hansıdır onun? Kral Kaybedersən. Məsələn, bu dəqiqə. Bilirsən necə deyə bilər də, yəni. Əslində deyə bilməz. Əgər məxfi şəkildə gedirsə deyə bilər. Məxfi şəkildə deyə bilər. Gedir zaten. Məsələn, tutaq ki, Gülsərən xanımın pasiyenti Elman olub. O adını dəyişib Elxan eləyir. Eynən, bu okeydir. O qədər eyni xəstələr var ki, durub indi. Bu okeydir. Yəni heç kim bilməyəcək ki, burada kimdən söhbət gedir. Amma məsəl üçün mənim yadımdadır ki, Camdakı Qız serialı gedəndə gedib real həyatdakı Nalanı falanı gedib tapmışdılar, görün bu kimdir falan. Belə bir araşdırmalar olmuşdu o seriallar. Nə, sözüm onda yox. Bax, yenə gəldik nəyə çıxdıq? Mütaliəyə. İndi mənə də maraqlıdır ki, həmən dönəmlərdə, biz hansı ki keçmişdən danışırıq da bu dəqiqə, həmən dönəmlərdə mütaliə daha çox eləyirdilər, nəinki indi. Yox, indi çox şükür, indi yaxşıdır. İndi mütaliə ilə bağlı vəziyyət düzəlib. Yəni pis deyil. Bu dəqiqə mütaliə edənlərin sayı çox deyərdim ki, keçən illərə nisbətən çox artıb. Çox istəyərdim bir gün Nigar xanımdan bir oturaq söhbət edək, Nigar Köçərliyinə. Bəlkə o statistikalar onda olar deyə düşünürəm. Çünki onun bir köhnə müsahibəsində bir söhbəti qoyub başqasına keçdim. Onun köhnə müsahibələrinin birində elə belə bir şey demişdik ki, məsəl üçün adam satır da indi bilir nə alırlar, nə almırlar. Nə sözüm onda yox, o deyildi demək istədim. Məsələn, o dönəmlərdə mütaliə daha çox eləyirdilər. O dönəmlərdə mütaliə eləməyə kifayət qədər vaxtları var idi o insanların. İnternet falan belə yox. Yox idi. Amma nətər olur ki, mütaliə edilən bir dövrdə səni birdən-birə atan nə tərbiyə, nə ədəb, nə ərkan olmadan gəlir sənə deyir ki, sən evlənməlisən və yaxud da anan sənə deyir ki, sən ərə getməlisən. Və sən mütaliə ilə məşğulsan, necə elə bunun düzgün olmadığını düşünə bilməmisən həmən dönəmlərdə və sən də İndi sənə mən bir şey deyim də. Bəlkə də Elman şey də ola bilər. Məsələn, o vaxt hətta kişi yazarlar, indi qadın yazarlara girməyim, kişi yazarlar belə bir şeylərdən deyəndə, məsəl üçün 10 dənəsindən 5-ni deyirdilər, 5-ni deməyə icazə yox idi. Bax, düşün, Sekret kitabı belə. 2000-lərdə var idi. 2000-lərdə bunlar haqqında danışılır. Bilincaltı, şuuraltı. Məndə nə qədər türk kitabları var ki, dayılarımdan qalan, ya nənəmgildən tapılan evdə zatda. Baxırsan ki, amma hindilərdə quantum, nə biləm, evrənə mesaj zat göndər. O vaxt çox şey həqiqətən sekret qalırdı, gizli qalırdı. Çox şey icazə yox idi deməyə. Romanlar yazanlar var idi, elmi araşdırmalar falan var idi. Amma nə icazə yox idi ki, bunu daha bir aydın dildə deyəsən. Nə də ki, insanlıq da buna beyin olaraq açıq deyildi. Yəni, ən oxumuşu belə, universiteti məktəbi bitirmiş, alisində doktora yapmış insanı belə, o dövrdən danışıram ha. Ya da ki, ən ziyalı, bax, ziyalı ailə deyirik. Elə Azərbaycanı da götürə bilərik. Ən ziyalısı belə, o evlilik zat kurallarında buna insani bir şey kimi baxırdı. Okey, mən çox qəşəng oxumuşam, mən romanlar da oxumuşam. Victor Hugo'nun səhifələr onun idi də, səhifələnməmsə. Onu da oxumuşam. Çox beynim IQ partlayır, əlayam. Amma mənə görə mən qızımı evləndirməliyəm. Çünki onun yaşı çatır. Çünki bununla bağlı bir burada yoxdur. Başa düşdün? Axı, bax gör, indi nəyə görə gənclər açıqdır fikirləri, hər şey bilirlər, öz haqlarını savunurlar. Çünki internet dövründəyik və haqlarımızı artıq bilirik, məhkəmə zat. O vaxtı gərək, məsəl üçün, sənin ilgi alanını çəkərdi deyə sən oxuyardın. Məsəl üçün, sən advokatlığa versəydin, gedib advokat kitablarını oxuyacaqdın. Ya da ki, əgər sən həkim olsaydın, oturub bu dərman mənə zat xeyir eləyər yoxsa. Amma indi evində oturan, ayağının üstünə qoyan qadın belə TikTokdan girib, sink mənim bədənimə lazımdır deyir.
Yəni o dövrdə sən kitab vərəqləməliydin bir şey axtaranda. Biz necə indi ChatGPT-dən soruşuruq. Amma indi açırsan TikTokda düzü keşfetin nədirsə onunla bağlı gələcək. Amma inanın ki, ən qışıq keşfetə belə o sinklə bağlı ya da kalsi, D vitamini almaq üçün bu qidaları yeməlisən belə. Hər kəsin keşfetinə düşür. Buna görə də biz insanlıq istəməsək də aydınlanırıq. Aydınlandıqca da öz haqlarımızda araşdıra bilirik. Seriallardan biz görürük səs çıxartmağın, tez evliliyin nə qədər düzgün olmadığını falan. O vaxtı Mənim sualım o idi. O vaxtı məsələn teatra falan gedirdin, eləyirdin, amma belli bir kəsim gedə bilirdi. Yenə ziyalılar çoxsu gedə bildilər. Kasıblar heç bəlkə də gedə bilmirdi. Ya da çoxsa elə o aktyorların, aktrisaların özləri orada oynayırdılar. Amma ziyalılar gedirdilər teatra, operaya falan, aydınlanırdılar. Onlar da hardasa aydınlanırdılar və çox vaxt yenə də orada belə hətta qadınların oynamasını Shakespeare çox vaxt kişiləri çıxardırmış. Qadın paltarında falan qadınları oynadırmış. Çünki qadın oynamaq görsən, qadını o vaxt İngiltərədə səhv eləmirəmsə, düzdür, İngiltərədə görəsən Shakespeare. William Shakespeare. Ya oxşuyur. Orada belə addan yola çıxırsan. Bəlkə adam başqa yerlidir. Yaşadığı yer başqadır. William neysə, hər haraldı. Yazacam altdan haraldı. Hər şey altdan yazır. Duxum var üstdən ya. Neysə. Yəni o vaxt bax oyuncu olmağa belə qadınlara icazə yox idi. Amma indi seriallarda hər şey göstərir. Bax 18+dan götürülmüş hər şey. Bunun da təhlükəli yanları var. Bir yerdən çox açılırıq, çox aydınlanırıq. Məlumat çoxdur. Ona görə deyir də ki, sosial mediada çox vaxt keçirtməyin. Amma heç keçirtməyin də yox. Çox vaxt keçirsən, çox məlumat. Ona görə deyirlər ki, yolda gedəndə eləyəndə plakatları, zadları, yazıları falan çox oxumayın, çox şeyləməyin. Çünki beyin çox dolur. Başa düşürsən, beyin çox dolur və gün ərzində baxırıq heç bir şey eləməmişik, amma yorulmuşuq. Çünki o qədər TikTokda sənin qabağına bir şeylər çıxıb özü 2 saniyə özü odaqlanmaq da düşüb. Qabaq 2 saniyəyə odaqlanırdın. İndi 1 saniyə neçəsi belə bir şey çıxıb. O günlərdə podkastda eşitdim bunu da. Sözümün canı budur ki, o vaxt çox şeydə aydınlana bilmirdilər insanlar. Nə insanlıq buna hazır değildi, nə də ki anlatanlara icazə yox idi çox şeyi. Yavaş-yavaş verdilər bilgiləri, indi isə çoxlu verirlər. Artıq sən beyninin hansını al, ona görə depressiyaya düşürük də. Çünki o qədər bilgi var ki, o qədər... Mənim məsəl üçün maraqlı olan başqa şeydir ki, indi sən məndən yaxşı bilərsən, 16 yaşında olan bir qız cinsəlliyi qoyuram qırağa, bu regl falan məsələlərini qoyuram qırağa, bunların hamısını qoyuram qırağa. 16 yaşındakı bir qız nə dərəcədə ailədə bir iş görə biləcək kapasitədə bir şeylər öyrənmiş ola bilir? Məncə olmur. Bu insan yarımçıqdır. Tamamlanmayıb elə bu. 16 yaşında qız tamamlanmayıb. Onun hələ bir 4 ildə öyrənməyə ehtiyacı var. Bəlkə. Sən beyinsel olaraq deyirsən. Ümumiyyətlə, genel olaraq deyirəm. Bəzən olur ki, fizioloji baxımdan həqiqətən də bədənsel olaraq hazır olur buna. Tamam, ola bilər bədənsel olaraq hazır olsun. Amma beyin olaraq yox. Beyin olaraq hazır olmur. Və yaxud da əksi ola bilər. Təbii ki. Beyin olaraq hazır olmaya bilər, ola bilər, və də əksi ola bilər də, yəni o da ola bilər. Yenə də hazır deyil. Yəni по-любому как ни крути, belə də çevirsən hazır deyil. Belə də çevirsən hazır deyil. Və olmadığı halda deyirlər ki, uşağımla birlikdə böyüdüm, amma bu səncə saçma deyil. Sən uşağı böyütməsin. Saçmadır. Necə birlikdə? Ya hələ 25 yaşında birini belə götürsən, hələ özü böyüməyib. 30 yaşında, 35 yaşında anadır, hələ özün gelişdirməyib. Sözüm bax o idi. Mənə o maraqlıdır ki, yəni sən nə bilim qəribə gəlir, yəni sığdıra bilmirəm beynimə belə şeyi. Çünki Elman, uşaq dünyaya gətirmək də ümumiyyətlə çox sıradanlaşıb. Elə bil ki, yəni mən evlənməliyəm, məndən bir şey olmalıdır. Elə işte bax Millie Bobby Brown'un o şeyi xoşuma gəldi. Normalda o aktrisanı bir dəfə Sherlock Holmes'un bacısı rolunda kinosuyla tanımışam və çox soyuq aktrisadır, sevmirəm. Balıq bürcüdür, şirin qızdır. Normalda şirin qızdır, amma sevmirəm. Yatmır mənə. Hər şey, bütün detaylı, amma Stranger, nədir, Things Mix, ona baxmamışam amma da düşün. Yəni sözüm can odur ki, onu o cür hərəkət eləməyi mən çox bəyəndim. Kerf edirsən, niyə mikrofon yeyirsən? Mikrofondan qorxdum.
Direkt gedib bebiş götürməyi başa düşdün. Çox gözəl bir şeydir. Çünki o evlad doğublar və buraxıblar yəni və sən sahib çıxırsan. Nə qədər dünyaya uşaq gətirərlər. Və onu da nə qədər adam qəbul eləyə bilər ki, aynı atamın. Bilirsən Elman necə söhbətdir? Dünyaya özlərinə Əleyhinə deyiləm. Mən əleyhinə deyiləm. Mən də əleyhinə olsam. Sadəcə bilirsən Səncə əleyhinə olub nə edəcəyik? Heç nə edeməyəcəyik. Bilirsən mənim gözümün qabağından Pakizə xalalar, Nəzakət xalalar, adlar şərtidir. Nə bilim Əbülfət xala. Əbülfət xala. Bu arada Əbülfət qadın adı qəşəng çıxar. Yəni bax bu xalalar keçdi gözümün qabağından ki, oturub sənə bu dəqiqə nələr deyirlər kameradan. Ay kaş gitsələr ya. Altda da komment yazsalar biraz tartışsaq. Yox, bilsə necə Elman, özünüzü birinci doğurun. Birinci özünüz doğulun. Ondan sonra uşaq doğun ya. Çünki özləri bax, altda da komment yazırlar. Biz dünyanı gəzə bilmədik, siz gəzin. Kiməsə deyirlər. Həqiqətən. Uşaq Biz gəzə bilmədik. Bax o qədər çelişirlər ki özlərində. Mənim də ətrafımda bir neçə də tələbələrim var və buradan onlara salamlar. Deməli deyirlər. Nə vaxt evlənirsiniz? Siz evlənirsiniz, zat bilin. Məni zarafatla həmişə gözə. Siz də ailə qurun görün. Mənə bilməm bundan bəddua mı oxuyurlar, yoxsa arzular. Motivasiya verirlər. Hə, sən də evlənsən belə görəsən, zat nə vaxt evlənirsən? Buradan bunu deyirlər. Bir tərəfdən də deyirlər. Of, ailə dolandırmaq çox çətindir. Uşaq çelişirlər. Deyirəm ki, mən bir dəfə belə dedim. Dedim ki, bax, özünüz belə deyirsiniz. Bəs onda mənə niyə evlənməyə eləyirsiniz? Yox, yenə də ailədə lazımdır. Allahım, hayır. Ya valla mən bir dənə sənə söz deyim. Mübahisə olmayan münasibəti düzgün münasibət hesab eləmirəm. Şəxsi fikrimi deyirəm. Danışmıram. Yəni elmi danışmıram. Ola bilər ki, hansısa bir psixoloq gəlib desin ki, səhv deyirsən, elə deyil, belədir. Varsa gəlsin ya da yazsın. Mənə görə bir münasibətdə mübahisə yoxdursa, o sağlam münasibət deyil. Eynən, əlbəttə ki. Mübahisə olmalı deyə, nə danışırsan sən? Mübahisə olmazsa öyrənməyəcəksən, nəsən? Triplər atılmalıdır, bir-birimizi. Demirəm, qapazın altında salmalısan və yaxud da sən... Çürütmək də lazım deyil. Hə, gözündən düşürsən. Səviyyəsizləşdirmək də lazım deyil. Nə qədər tartışasan, hələ küs barış da deyil, sən dediyin. Yüzüne bile bakma. Və gəldi, yavaş-yavaş çıxdıq axıra. Rıçqamı ver bura. Keçən podkastda qonağımız olanda durub deyir ki, və podkastımızın sonlarına yaxınlaşırıq deyir, üstündən 1 saat da çəkmişik hələ. Doğrudan, elə deyil, elə demişəm, ola bilər. Elə deyir. Doğru, yadımda qalmıyor, həqiqə elə demişəm, ola bilər, məndə olur elə şeylər. Bir də görsən, yadıma nəsə düşür, danışmaq istəyirəm. Dəymində danışmam da danışan yaşım deyil. Zaten sən montajı eləyən sənsən, biz sənə dəymirik. Sən təsəvvür elə ki, siz podkasta ilk dəfə baxdığınız halda mən o podkasta 10-cu, 15-ci dəfədir baxıram. Və necə olar ki, oradan bəzi səhvləri hələ də görürəm. Ona görə də yadımdan çıxır. Yəni bir şeydən nə qədər çox şey danışsansa yadımdan çıxır. Mən səninlə bir oyun oynamaq istəyirəm indi. Deməli bir maraqlı bir oyun var. Gizlən qaç oyun oynasaq. Maraqlı oyun deyəndə ki, bax, sənə dəyişikliklə bağlı bir şeylər sayacağam. Ancaq birini seçə bilərsən. Okay. Tamam mı? Okay. 2 dənə variant verəcəm. Birini seçməlisən mütləq. Dəyişiklik eləyə bilməsən. Şərhin varsa, şərh verə bilərsən onun haqqında. Tamam mı? Tamam, başlayaq. Başlayaq, ay heyecanlandım. Heyecanlanma. Deməli, bax, xəyal qurmaq yoxsa plan qurmaq? Birini seçməlisən. Xəyal qurmaq. Mən çox plan qurmuram. Xəyal da prosta öz-özündən gəlir. Mən bir nəfər tanıyırdım, sənə kimi deyirdi. Çox yaxşı tanıyırdım. Mən heç vaxt plan qurmuram deyirdi. 2026-cı ildən dedi ki, yox, mən planlı işləməliyəm daha. Doğrudur. Plansız olmur. Ona görə də... Sən mənə burada söz soxdun. Yox, ona görə də... Bəs sən plan qurmaq yoxsa xəyal qurmaq? Mən oynamıram, sən oynayırsan. Niyə bir başıma qonaqda da bu günü? Yox, sən də oynayırsan, hayır. Mən plan qurmaq. Plan qurmaq, təbii sən qız bürcüsən. Mən plan qurmaq. Okey, xəyal qurmaq yoxsa plan qurmaq? Dedim də. Nə? İkinci dəyişəcəyimi düşünürsən, xəyal qurmaq. Xəyal qurmaq. Xəyal qurmaq yoxsa susmaq? Susmaq. Susmaq yoxsa danışmaq? Susmaq. Susmaq yoxsa risk almaq? Risk almaq. Risk almaq. Risk almaq yoxsa sabit qalmaq? Yəni bir yerdə qalmaq, heç nə eləməmək. Risk almaq. Risk almaq yoxsa ümid? Risk almaq. Risk almaq yoxsa reallıq?
Ay bilmirəm, reallıq reallığa güvənə bilmərəm, risk almaq. Risk almaq yoxsa bağışlamaq? Risk almaq. Risk almaq yoxsa unutmaq? Unutmaq. Oho, şükür. Unutmaq yoxsa tək qalmaq? Tək qalmaq. Tək qalmaq yoxsa yanlış münasibət? Təbii ki, tək qalmaq. Tək qalmaq yoxsa sevmək? Sevmək. Sevmək yoxsa sevilmək? Vəziyyəti çətinləşdirirsən. Sevmək. Sevmək. Sevmək yoxsa keçmiş? Sevmək. Sevmək yoxsa bugün? Yəni bugünün, indiki halın. Özümün halı. Zaten indiki halımda da sevib danışamıyorum. Sevmək. Sevmək yoxsa bugünün? Sevmək. Sevmək yoxsa dəyişmək? Dəyişmək. Dəyişmək. Bəli. O sevməyi keçdi. Evet. Dəyişmək yoxsa olduğun kimi qalmaq? Dəyişmək. Dəyişmək yoxsa səssizlik? Səssizlik. Səssizlik. Səssizlik yoxsa özün olmaq? Özün olmaq. Çox sevirəm mən belə oyunlar. İndi bu sualları sənə verməsəm əsla. Mən cavab verməliyəm. Çox qəşəngdir. Çox qəşəng oyundur. Özümüz də özümüzdə aydınlanırıq. Elman, xəyal qurmaq yoxsa plan qurmaq? Plan qurmaq. Plan qurmaq yoxsa susmaq? Plan qurmaq. Plan qurmaq yoxsa danışmaq? Plan qurmaq. Plan qurmaq yoxsa risk almaq? Əslində plan qurub sonra risk almaq. Risk almaq. Risk almaq yoxsa sabit qalmaq bir yerdə? Risk almaq. Risk almaq yoxsa ümid? Risk almaq. Risk almaq yoxsa reallıq? Risk almaq. Risk almaq yoxsa bağışlamaq? Risk almaq. Oo. Risk almaq yoxsa unutmaq? Əslində baxır nəyi unutmaq? Risk almaq. Risk almaq yoxsa tək qalmaq? Məncə təklik bir şeyə dərman deyil. Risk almaq. Risk almaq yoxsa yanlış münasibət? Risk almaq. Risk almaq yoxsa sevmək? Sevmək. Sevmək. Sevmək yoxsa sevilmək? Sevmək. Bilirdim zaten sevmək deyəcəksən. Sevmək yoxsa keçmiş? Sevmək. Keçmişi unutmaq lazımdır. Sevmək yoxsa bugün? Sevmək. Sevmək yoxsa dəyişmək? Sevmək. Və bu aşk adamıdır, bu ancaq sevmək deyəcək. Sevmək yoxsa olduğun kimi qalmaq? Sevəndən sonra hər şey qaydasında olur. Sevmək. Sevmək yoxsa səssizlik? Sevmək. Sevmək yoxsa özün olmaq? Sevmək. Dedim aşk adamıdır da. Mən sonda nə ilə bitirmişdim? Sən sonda özün olmaq. Özüm ol. bitirdin. Sevgidən bir Ya yerdə sevmək vazgeçdim. bilirsən nətərdir? Bir insanın həyatında öz fikrimi deyirəm. Əgər bir insanın həyatında sağlam sevgi münasibəti varsa, bütün işlər qaydasına düşür. Yəni bir nev şeyə bənzədirəm mən bunu. Bəzən deyirlər, deyir sənə can sağlığı arzulayıram, deyir canın sağ olandan sonra deyir hər şey yolunda olacaq. Tip onun kimi bir şeydir mənim üçün də. Yəni əgər bir insanın həyatında sağlam sevgi münasibəti varsa, məncə bir çox şey qaydasında olacaq, bir çox şey qaydasına düşəcək. Bir də mən Oşodan da məsəl üçün götürə bilərəm. Oşo deyir ki, sevgi və qorxu halı var. Qorxuya girir zaten nifrət falan olayları da. Sevdiyin yerdə qorxuya ya da nifrətə yer ola bilmirdi. Sevgi frekansındasan. Özün olmağı da deyəndə mən biraz yəni sevgi enerjisindəsənsə zaten özün olanda, özün olursansa, zaten oradan hansı belə deyim də enerji axırsa, oradasan. Əgər sevgi axacaqsa sevgidəsən, qorxu axacaqsa qorxudasan və mən də düşünürəm ki, o qədər sevgi deyib axırda özünə olmağa bağlamağım sevgidən çıxmaq mənasına gəlmir. Sadəcə özün olmaq, yəni. Günün sonunda saxta bir kişiliyə bürünmək yox, hani ya ki sevirəm ya da ki Bax,
bugün Sən bizim başa düşdün yəqin. Mən başa düşdüm səni. Bugün məncə izləyicilər də başa düşdülər. Məncə bugün danışdığımız bu dəyişikliyin əsas qollarından biridir sevgi. Çünki sevgi çatışmamazlığı var. Çatışmazlığı. Çatışmazlığı Hər vaxt düzəldirəm. Düzəlt. Mamaz. Ta ki beynimə girənə kimi düzəld onu. Sevgi çatışmazlığı var. Yes. Təkcə münasibət olaraq deyil. Yəni söhbət burada münasibət sevgisindən Zaten təkcə bundan ondan getmirdi. getmir. Düzdür. Orada vapşe böyük problemimiz var bizim. Yəni çox böyük problemimiz var. İl olub 2026 sevgi ilə dalga geçirlər. Yəni bu düzgün bir şey deyil. Yəni bunu düzgün hesab eləmirəm. Halbuki bu sözümün üstündə dayanıram ki, sağlam sevgi münasibəti insanın həyatında bir çox şey dəyişə bilər, bir çox şey düzəldə bilər. Bax, sevgi dəyişilməyin bir qollarından biridir. Hər gördüyümüzə də sevgi demək olmur. O da var. Bunu dəfələrlə çox müzakirə eləmişik səninlə bunu. Zaten özünü dəyişdirmək istəyirsənsə də birinci enerji dəyişdirməlisən. Yəni, Enerjini dəyişdirməyində sənin o içindəki qorxular, içindəki o nifrət, qısqanclıq, zaten sevgi enerjisinə keçəndə artıq dəyişimə addım atmış olursan. Ondan sonra da səndən yansıyan nədirsə, o şəkildə həyatına gələn insanlar da, həyatından çıxan insanlar da zaten o yöndə çıxacaq. Nə qədər içivi belə deyim də kin, fəsad götürəcəksə, həyatından da bir dəyişiklik gözləmə, həyatına girən insanlardan da. Tabii mən belə bir şey deyim. Mən bəlkə də risk alacağam bunu deməkdə, amma Bayaq zaten riski aldın sən bütün seçənəklərdə. Əslində bir çoxumuzun uşaqlıqda, məsəl üçün birinci sinifdə bağçada sevirəm dediyi o qız uşaqları var idi, balaca körpələr. Əslində o yalandı. Yəni biz onların heç birini sevməmişik əslində. Hə, məktəb Məktəb, bağça fərq eləmir. Biz onda sevgini öyrənirdik. Amma öyrənməmişik. Yəni belə deyək də, dərsinə hazırlaşmış uşaq dərsə daha yaxşı cavab verir. Düzdürmü? Sevgini öyrənmiş, sevginin nə olduğunu çox gec başa düşür. Ona görə də bunu belə yadda saxlayın ki, o uşaq vaxtı, bağçada, məktəbdə o əslində mənim ilk sevgim dediyiniz o müəllimələr, o həmən o digər şagirdlər falan, bu sadəcə olaraq sizin verdiyiniz addır, şərti bir addır. Əsl sevgi o deyil. Əsl sevginin nə olduğunu böyük olanda başa düşəcəksiniz, böyüyəndən sonra başa düşəcəksiniz. Ümumiyyətlə Elman, bilsə necə bir şeydir? Sevgi tam Leyli Məcnunzad sevgisindən də getmir söhbət. O uşaq vaxtı olan bir şey də hani içi ısıtan ya müəllimənin səni tərifləməyi, ya da ananla, əslində sevgidir. Deyil. Bir sən necə, sən sevgini sadəcə böyük, kiçik zat mənasında yox. Xeyr. İki tip enerjidən danışdıq axı biz, axan enerjidən. Əgər içində pislik barındırmırsa, negativ bir şey barındırmırsa, zaten artıq o sevgi enerjisidir. O sən sadəcə indi adına sevgi qoyursan, bu oğlanla qız arasında keçənə də sevgi deyirik. Ana ilə ata arasında. Mən zaten oğlanla qız arasında olan sevgini nəzərdə tutub deyirdim ki, o sevgi deyil. Hə, o mənada. Məsələn, sual verirlər, ilk sevgilin kim olur? Nə bilim, bağçada Nuranə. Hə, o mənada deyirsən, amma ümumi götürsək, uşaq o içində ayağımın keçmiş travmalarına girdiysə çıxamıyor. Yaxşı, Elman, hal-hazırda çox sevirsən, tamam, bilirik, sən hər podcast sevirsən. Getməmsə hardan bilirsən, o uşaq bəlkə sevib. Çünki çox eşitmişəm onu. Bax, çox adama gəl bir dəqiqə səninlə mikrofonu götürək çıxaq Fargoviyə. Sual verək ki, ilk sevgin bu podcast mikrofonları ilə fərqi yoxdur ola. İlk sevgin kim olub? Mən sənə söz verirəm ki, böyük əksəriyyəti ya birinci sinifdə ya da bağçada oxuduğu kimsə deyəcək. Kim isbatlaya bilər ki, o həqiqi sevgi deyildi? Ya isbatlamağa gərək yoxdur axı. Sevgini başa düşən adam bilməlidir ki, o sevgi deyildi. Elə deyil. O bilirsən nə idi? Sən çox gözəl bir izah elədin onu. Ki xoş bir şeydir. Xoş bir şey. Amma bir şey deyəcəm. Amma bir şey deyəcəm. Yalan danışmır. Yox, yaşla da əlaqəsi var. Sən hal-hazırdakı yaşınla, hal-hazırdakı kimliyinlə sevgini algıladığın şey başqadır. O balaca bebiş, yala nə idi? Yalan mı deyil? Allah kahretsin. Ya da ki, bax gözəl bir şey danışıram. Ya da ki, məktəbdə oxuyan uşağın kişi
kişiliyi hələ oluşmayıb da, düzdür? Hələ nə qədər şey bilir ki, hələ hərfləri belə təzə öyrənir, düzdür? Onun anasına göstərdiyi ya da müəlliməyə ya da hansısa bir uşağa, qıza da məsəl üçün öz yaşıdına yazdığı məktubdakı o həyəcan falan, o da onun üçün sevgidir. Okey. Bəlkə sən mənə başa düşürsən də. Mən səni başa Yəni ki, düşdüm. o kiçik sevgidir. O sevgi deyil, yox. O anki və o kişilikdəki şeylə ölçülür məncə. Yəni heç bir şey isbat eləyə bilməz ki, o sevgi deyildi. Bax, mən sənə razıyam. Fikirlərin... Düşün, məktəb vaxtından bir-birlərinə sevgili olub böyüyəndə evlənən insanlar var. Nə oldu? O həqiqi sevgi deyildisə bəs. O qanmırdı bəlkə o sevginə. Necə oldu? Neçə dənə deyil adam. Ondan asılı deyil. Bax, statistikaya baxmırıq. Prosta sən deyə bilməzsən, biz boya tartışırıq da. Ya, mən bilsən. Və Elmanın fikirlərini dəyişmək mövzusunda çalışacağım. Baxdığınıza görə təşəkkür edirik. Hər birinizə. Qıvdan baxın. Baxmadığınıza görə də təşəkkür edirik. Dostlar, bir daha sonda toparlan bilən özümə gəl. Özümə gəl bilən. Sonda Oikos İnkişaf Mərkəzinə təşəkkür edirik. Bizə göstərdiyi dəstəyə görə. İnşallah sağlıq olsun. Sağlıq olsun. O biri podkastda başqa bir mövzu, nə bilmirik, qonağımız olacaq, olmayacaq, onu elə bilmirik. Amma başqa bir podkastda sizinlə təzədən görüşəcəyik. Hər kəsə izlədiyi üçün təşəkkür edirik və yeni YouTube kanalımızda artıq podkastları burada podkastları Onu düzəlt bilmirəm. burada izləyəcəksiniz. Yəni burada da çoxlu kommentlər, çoxlu bəyənmələr gözləyirik və kanalda abunə olmağınızı gözləyirik. Ayrıca bizim sosial mediadakı kanallarımız da burdadır. Instagram, TikTok, nə bilim bu hər şey izləmədə qalın. Takip atın hamısına. Takip atın, izləmədə qalın və bizə dəstək olun. Xüsusi dəstəyə görə də Oikos İnkişaf Mərkəzinə təşəkkürümüzü bildiririk. Çox dərin təşəkkür edirik. Gələn həftə görüşərik. Hələlik. Hələlik.